Əgər Bakı şəhərində 2 otaqlı mənzil sahibi olmaq istəyirsinizsə, bu mənzilə baxın, sonra digər variantları nəzərdən keçirin. Niyə? Səbəbimizi sizə izah edeyim. Mənzil həm təmir cəhətdən, həm tam əşyalı olmaq cəhətdən, həm yerləşdiyi bina cəhətdən çox ideal bir variantdır. Yerləşir Elmlərdə şəhərimizin ən gözəl, prestijli yaşayış komplekslərindən biri olan Renesans Palas yaşayış kompleksindədir, Elmlərdə yerləşir. İndi mən mənzildə nə var, nə yox, hər bir şey tam xırdalığına qədər sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin gözəl, geniş giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə, bu hissədə divar üstü dolabımız yığılıb, dərinlikdə çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyası tam rahatlıqla yerləşdirə bilərsiniz bu hissədə eyni ilə. Döşəmə qranitli üstü döşəmə ilə təsis olunub. Girişdən gəldikdə üzbəüz bu hissədə dresuarımız var, böyük güzgü yerləşdirilib. Aşağısı şkafdır, bu hissədə də aksesuarlar, istədiyiniz əşyanızı yerləşdirə bilərsiniz. İşıqlandırmasında isə spotlardan istifadə olunub, əlavə olaraq gizli işıqlarda yerləşdirilib. Otaqların yerləşməsindəyim, burada yerləşir mənzilin mətbəxi, sanitar qovşaq, çamaşırxana. Burada girişdən daxil olduqda sağda yataq otağı və bura isə mənzilin gözəl, geniş qonaq otağıdır. Proyekti yaxşıdır, belə deyim, qonaq otağın dar uzun otaq deyil, eni yaxşıdır, görürsünüz. Əşyalar yerləşdirilib, əlavə olaraq kifayət qədər boş ərazi də qalıb. Burada nə var? Masamız yerləşdirilib, 6 nəfərlik, kondisioneri kimi hər bir şey qoyulub. Hazırdır, jurnalli, divan, kreslo, arxa hissəsi, tablo, bura işıqlar, gözəl lefka işləmələr var. Döşəmə parketdir və bu hissədə TV stendimiz yığılıb, böyük ekran televizorumuz yerləşdirilib, aşağı hissəsi də şkaflardır, arxa hissəsi də yenə dekorlarla bəzədilib. Mərkəzdə böyük lüstrumuz, trek işıqlar, mənzil ümumilikdə işıqlı, gün düşən bir mənzildir. Və giriş hissədən də belə sürgülü şüşə qapı ilə ayrılır qonaq otağı. Qonaq otağından bu qədər. Gəlin keçək, mən sizə göstərim mənzilin yataq otağına. Bayaq qeyd etdim, girişdən sağda yerləşir. Dediyim kimi, hər otağın öz gözəlliyi var, gözəl rəng tonları seçilib. Burada da hər bir şey hazırdır. Mənzilin eyvanına, bu yataq otağından çıxış var. Burada deməli, taxtımız yerləşdirilib, arxa hissəsi kubka ilə, dekorlarla bəzədilib. Bura işıqlar, hər otaqda kondisionerimiz var. Bu hissədə güzgümüz yerləşdirilib. Aşağı hissəsi şkafdır və burada da televizorumuz var. Yataq otağın bu hissəsində dolap yığılıb. Burada görsədim sizə hamısını, mənzil haqqında tam təsəvvür yaransın, yəni qaranlıq məqam qalmasın. Şkaflar da çoxdur, əşyanızı rahatlıqla yerləşdirə bilərsiniz. Tavan hissəni ümumi olaraq göstərək, lüstr spotlar, hər bir şey qaydasındadır. Qeyd etmişdim, otaqlarda döşəmə parketdir. Gəlin mən sizə göstərim, burada mənzilin çamaşırxanası. Ayrıca olaraq paltar yuyan, qurudan hamısı burada yerləşdirilib, yuxarı və sağ tərəfində də şkaflar yığılıb. Burada rahat yuyub, ütülüyüb, paltarlarınızı yığa bilərsiniz. Yəni, bilənlər bilir, bu da yəni, bir üstünlükdür. Burada yerləşir mənzilin sanitar qovşağı. Çox geniş ölçüsü var. Deməli, bu hissədə buranı göstərək, duş kabini burada yığılıb. İçərisi də kifayət qədər genişdir, divar içi aksesuarlardan istifadə olunub. Divar içi unitazımız bu hissədə böyük moydadır. Şkaflar da qəşəng böyükdür və təbii ki, burada üstü döşəmə ilə təchiz olunub. Keçək, mən sizə göstərdim mənzilin mətbəxini, sonra qiymət, digər məlumatları nəzərinizə çatdıracağam. Mətbəxin də ölçüsü yaxşıdır, yəni bu ölçülü ev üçün gözəl, geniş mətbəximiz var. Mənzilin ikinci eyvanında mətbəxdən çıxış var. Burada nə var? Gözəl mətbəx möblemiz yığılıb, tam axıra kimidir. Yəni, şkaflar da çoxdur. Əşyalarınızı tam rahatlıqla yerləşdirə biləcəksiniz. 2 qapılı soyuducumuz burada. Üst hissəsi mərmərdir. Soba, hər bir şey yəni yerləşdirilib və burada da televizor qoyulub, kondisioneri var. Bu mənzildə hər şey var. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını sizə göstərdim. Keçirik məlumatlara. Dediyim kimi, yerləşir Elmlərdə, Renesans Palas yaşayış kompleksində. Mənzil 2 otaqlıdır, 86 kvadrat ölçüsü var bu mənzilin. Necə görürsünüz, elə satılır. Bütün mebel, texnika, hamısı qiymətə daxildir. Yerləşir 7-ci mərtəbədə. Sənədlər qaydasında çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 438 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya
bilərsiniz.